Bizim yanımızda saklamalıyıq Əhl-i-Sünnə və Cemaatın etiqadını. Allah hidayət verdiğini öz lütfündən hidayət verir. Azdırdığını isə ədalətindən azdırır. Yaz bir ağlın kənarına ömür boyu lazım olacaq. Allah Əhl-i-Sünnə və Cemaata qaydadır. Allah hidayət verdiğini öz lütfündən hidayət verir. Aydındır? Azdırdığını bəzlə deyilən mən layiqəm. Yox. Layiq olsan bir Allah'ın lütfüdür. Bəzi cahillikdə yaxşı insan olubdur və layiq olub hidayət edilib. Ola bilər bu. Yenə də Allah'ın lütfüdür. Çünki Allah insanların qəlblərində o küfrə qarşı nifrəti, kini küdrəti yaradan Allah'dır. İmana qarşı da sevgini. Dəlil Hucurat suresi. وَلَكِنَّ اللّٰهَ حَبَّبَ اِلَيْكُمُ الْاِيمَانِ Allah size iman neylədir? Sevdirdi. Sonra? Yox, yarattı. وَزَيَّنَهُ فِي قُلُوبِكُمْ Ve imanı qəlbinizdə bəzədi. Görürsən, özü o deyil bəzədi, məclis bəzədi. وَكَرَّحَ اِلَيْكُمُ الْكُفْرَ وَالْفُسُوقَ وَالْاِسْيَانِ Sizin qəlbinizdə küfrə, fasikliyə və asiliyə qarşı ikrah yarattı. اُولَٰئِكَ هُمُ الرَّاشِدُونَ Belələri doğru yolda olan kimsələrdir. فَضْلًا مِنَ اللّٰهِ وَنِعْمَ Allah'tan fəzilət və nimət olaraq. Bu qədərdəki problemini görürsünüz, etiqadda problemdir. Digər tərəfdən problem nədir? Hətta yani Şiələrin ilk çıxışı belə, ilk çıxışlar belə. Onların ən birinci çıxışları küfrü değildi, bidətləri. Neydi? Sadece dediler ki o Abdullah İbni Seba Yahudi olan ve sonra Yemen'den gelip münafık olarak Müslümanların içine girdi ve o fitneni yaydı. O ilk olarak Şiənin əsasını koydu. Neyle koydu? Dedi ki Ali Osman'dan daha üstündür. Ali Osman'dan daha üstündür. Radiyallahu anhum ecma'in. Allah hamısından razı olsun. Hiçbiri birbirinden ayırmırıq. Sahabelerin hamısından Allah razı olsun. Adın istisnasız. İstisnasız. İçilərində fəzilətli olanlar var, ən fəzilətli olanlar var. Amma razılıq istisnasız. Allah hamısından razı olsun. Aydındır. Onların aralarında baş veren ixtilaflar bizi ilgiləndirir. Bizim boynumuza düşən dilimizin pis söz deməkdən, qəlbimizin də kin küdrətdən salamat olmasın. Onun için Şeyhülislam ne deyir? Deyir ki, Əhl-i-Sünnə və Cemaatın üsullarındandır. Nəyindən deyir? Üsullarındandır. Səhabələr barəsində dillərin pis söz deməkdən, qəlblərin də kin küdrət. Hətta dinlə deməsə belə, qəlbdən Muaviyə radiyallahu anh xoşun gəlmişsiniz, o da problem. Üsulu da tərk edin nəyə düşür? Bidətə. Üsulu da tərk edin nəyə düşür? Bidətə. Əhl-i-Sünnə və Cemaat üsullarındandır. Ona göre girişin içinden çıkabilmeyeceksin sen. Koy gelin görüm dövüş neler oluftu. Yok arası araştırma. Tilke ummetun kad halet. Leha ma kesebet ve lekum ma kesebtum ve la tus'aluna amma kanu ya'melun. Onlar geçmiş bir ümmet. Onlar geçtiler. Onların ne diyor? Onlara sizin ettiğiniz size. Siz onlar başta soru sorulmayacaksınız. Eli rahat olacak gelme. Yok kıyamet sen kabirden duruzu teoriyle ki niye göre falan Muaviye'nin eli birledi? Asla. Ha sual verebilirler ki niye göre olan ikisinden birine nifret eder? İkisine hamısından Allah razı olsun. Yani bir istisnasız. Bu yok bu yok. Biz benzer kim seçmiyoruz. 6'sı bizdendir, gerisi kalan nedendir, 7'si, 8'i, 9'u say düzenlidir. Yok istisnasız hamısından. Allah razı olsun.